Sual verirlər ki, Quranda ayə var ki, insanın başına gələn hər bir müsibət onun öz əli ilə qazandığı günahlara görədir. Ailədə boşanmalar yaxud buna bənzər insana zərər verəcək digər hadisələr baş verirsə, bunlara qədər deyək, yoxsa özümüz etdiklərimiz günahlara görədir? Əvvəla bunu qeyd edim ki, insanın başına gələn müsibətlər həm insanın etdiyi günahlara görə ola bilər, necə ki, Uca Allah Şura surəsinin 30-cu ayəsində buyurur ki, başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandıqlarınızın ucbatındandır. Allah günahların çoxunu bağışlayır. Həmçinin insanın başına gələn müsibətlər Uca Allah tərəfindən onun dərəcəsinin qaldırılması, mükafatının, yəni savabının artırılması və həmçində günahlarına kəffarə ola bilər. Necə ki, peyğəmbərlər və həmçində salih insanların başına gələn müsibətlər məhz bu qəbildəndir. Lakin adətən insanın başına gələn müsibətlər onun etdiyi günahlara görə olur. Ona görə də insanın başına bir müsibət gələrsə, istər ailədə, istər digər hadisələr, boşanmalar, insan ilk növbədə öz nəfsinə qayıtmalıdır, öz günahlarına baxmalıdır. Və əgər günahları varsa, günahlardan tövbə etməlidir, Allaha dönməlidir və Allahdan bu bəlanın qaldırılmasını istəməlidir, istiğfar etməlidir. Bu həmçinin həm qədərdir, yəni uca Allahın əzəldən insana müəyyən etdiyi qədərdir və eyni zamanda da insan əgər günahları varsa, eyni zamanda da insanın etdiyi bu günahlara görədir.